Gözəllik yaxşı silahdır. Bir də ki, ağıllı adam odur ki, başqalarının müdürlüyündən istifadə etsin, öyrənsin. Elə indi də elə bir adam yoxdur ki, atılan sözlərindən, hikmət sözlərdən, dahilərin hikmət sözlərindən istifadə etməsinlər. Əlbəttə. Mən əvvələn deyir, öymə özünü, həmişə müxtəsər, eylə sözünü. Elə biz də sözümüzü müxtəsər eyləyib, söz xəzinəsindən keçid alırıq. Söz sahibi ölsə də söz qalar. Söz xəzinəsi rubrikasını izləyənlər yəqin ki, mənim bu sözümü dəstəkləyərlər. Gözəl Azərbaycan dilimiz həmişə belə deyimlərlə, atalar sözlərlə, hikmətli sözlərlə zəngindir. Ümumiyyətlə, yaşadığımız zaman çərçivəsində ətrafımızda gördüyümüz bütün hər şeydən faydalanmaq lazımdır. Yəni, bilik almaq hər birimizin ündə vəzifəsidir. Elə deyil, Murad? Əlbəttə elədir. Sonra sən ikinci çörək adlandırdığımız kartof haqqındadır. Onun ilk dəfə haradan gətirilməsi, necə istifadə olması barədə eşitmirsən? Yox, Murad, eşitməmişəm. Onda mən danışım həm sən, həm də bilmə tamaşaçılarımız eşitsin. İlk dəfə kartofu Amerikadan Avropaya gətiriblər. Rus İmperator 1. Pyotr da o kartof bitkisi gözəl gül bitkisi olduğu üçün onu sarayının bağında əkdi. Və bağı qoruyan, ora baxan bağban həmin gülün meyvəsindən yeyir və zəhərlənir. Nəzərdə çatdırım ki, kartof bitkisinin gövdəsi, yarpağı həmçinin meyvəsi zəhərlidir. Buna görə 1. Pyotr kartof bitkisinin əkilməsini qəti olaraq qadağan edir. Ancaq buna baxmayaraq bir neçə illərdən sonra xəlvəti də olsa bir şəxs öz həyat sahəsində kartof bitkisini əkib bezərir. Bu onun təsadüfi olaraq bizim kartof adlandırdığımız gövdə yumrularına yeyir və görür ki, həqiqətən o çox doyumlu və dadlıdır. Elə həmin gündən etibarən də bizim məişətimizdə, həyatımızda əsas yeri tutur kartof. Bu gün də bizim mətbəximizdə o istifadə olunur. Həqiqətən çox insanlar tanıyıram ki, hətta kartof yeməklərini, tərkibində kartof olan bir çox yeməkləri üstün tuturlar ümumiyyətlə. Həqiqətən belə maraqlı məlumatları toplamaq hamı üçün maraqlıdır. Ona görə də daim öyrənmək lazımdır. Hamımızın tanıdığı məşhur bəstəkar Beethoven kar edir. Uşaqlıqdan öz yoldaşlarından ayrı düşən bu insan bu karlığıyla, yəni bu xəstəliyi ilə mübarizədə bir-birinin ardınca dünyanı vəcdə gətirəcək əsərlər yaradırdı. Ətrafını duya bilməsə də, eşidə bilməsə də, onda musiqi istedadı get-gedə inkişaf edirdi. Həqiqətən, Murad çox maraqlıdır. O öz əsərlərində quşların səsini eşitməsə də, suyun şırıltısını eşitməsə də, ancaq o bunları öz əsərlərində layiqincə yansılayırdı. Yəqin ki, hamı gecələr göydə bərq vuran ulduzları müşahidə edir. Ancaq müasir dövrümüzdə elə bir insanlar yoxdur ki, yerdəki ulduzların həyatı ilə maraqlanmasın. İndi isə biz ulduzların həyatına nəzər salacağıq. Birlikdə ulduz həyatını izləyək. Murad, idmanla məşğul olursan? Əlbəttə olmaz. Məncə, hamı yaşına asılı olmayan idmanla məşğul olmalıdır. Mən özüm də böyük maraqsızca həmişə idmana vaxt ayıracağım. Əlbəttə, mən də son zamanlar